Bax dostum, bir təbiət hadisəsini müşahidə edirəm. Hal-hazırda bir həşərat da bu, düzdür. Bax görürsənmi, o bir iradə prosesində bulunur. Yəni bir canatmadadır. Bu qüvvəni onun içərisinə təbiət yerləşdirir və təbiətlə harmoniyada belədir. Hal-hazırda onun nə işlə məşğul olduğu bilinmir. Bunu bəlli sahənin alimləri bilərlər. Amma mənə onu müşahidə etməyi çox ləzzət edir. Fəqət bundan fəlsəfə çıxartmaq olar, metafizika, təbiət metafizikası. Bax görürsünüz, o öz fəaliyyətindən nə üçün yaranıbsa, onun içində necə qüvvələr toplanıbsa, onu həyata keçirməkdən yetərincə zövq ala bunu edir, şikayətlənmir. Var qüvvəsi ilə çalışır, rahatcasına çalışır, zəhmət çəksə belə durumundan razıdır və güclüdür. Bax, təbiət bizim də içərimizə elə qüvvələr yerləşdirir və bizi müəyyən təyinatlarla təchiz edir. Müəyyən təyinatları bizim üzərimizə yükləyir. Bax, biz də öz vəzifəmizi bax, bu kiçik, coşqun, dözümlü, güclü, təbii varlıq kimi yerinə yetirməliyik dostlar. Şikayətlənmədən, var qüvvəmizlə, səbatla, yorulmadan, sevə-sevə, əngəllərin ötəsindən gələ-gələ. Öz uzaq bioloji qardaşımızdan ibrət götürməliyik. Hələlik dostlar, özünüzdən müayən.